Yayımın baş sponsoru Bizon. Xüsusi sponsorlar Qardaşlar Mebel, Rosko Halal Məhsulları. Sponsorlar Previta Vitamin Kompleksi, Bomba Beloçka tumları, Lodi uşaq bezləri və Permalit boyaları. Xoşbəxtli adamlar bu kətdə, nə istəyirlər tapırlar həyətdə. Bir ailə var amma biraz sadəlövlü, çətinə düşürlər hər hərəkətdə. Kənd havası, küçələr yolları boşdu, kənd havası təmiz insanlara xoşdu. Kənd havası gülər sadə adamlar. Bayram gelip elime elimizde, nəğmə düşüp dilime. Çıxar artıq. Oy. Oy, səhər açılıb. Bu, bildik səhər atılıb ha. Hə, gecədən buradayıq. Gör nə qədər şey pişirdik. Da bütün kəndin şəkər burasını, paxlavasını, qoğalını pişirdim. Qoçaq danım, mənim anam qoçaqdır. Qoşudu kəndin arvadlarına, gecədən səhərətən bütün şəkəbranı qoğalı pişirdi. Qoçaq danım, mənim anam qoçaq. Qoçaqdır. Amma deyim sənə canım çıxıb. İnan, bütün sümüklərimi quruyub, yorulub ölürəm ta. Mənə bax, qoşu. Sən də heç söz qanmazsan ha. Niyə? Bax gəlirsən, gedirsən, ovuc deyib götürürsən o fındığı. Elə sağ göz ağardıram ki, qoşu eylənmə, ana götürmə. Görsən ki, azdır, gücdən çatdıram. Nəyə basıb yeyirsən? Nəfsim çəkdi, ana sən də, ana. Dədən buradan danışsın, sən buradan danış. Nə oldu deyik? Hə, nəfsin çəkdi, ona görə bax, axırıncı listin üstündəki fındıqları yarı-yarı qoydum. İndi dədən deyəcək, bu fındıqlar niyə yarım çıxdı? Sən də, yaxşı. Çatan kimi də şəkər bura paxlavaya hücum çəkmə, ha. Çərçəmbədə başlayarsan yeməyə, bayramacan qalsın stolun üstündə nəsə. Qoş, onsuz da hamısı sərindir, ha. Yəni, biraz əlimdə sinapsın qurub yerə sıçrayacağım ha. Şəkər bura paxlava, bəzək verir xonçaya, bahar necə yaraşır kəndimizə. Gəl, gəl. Ay atonla sən, ay atonla sən. Ay Qəmər gəldiniz. Hə, Qasım. Sən canı Qəmər, acından ürəyim gedir. Keç mətbəxə bir yemək hazırla yiyeyim, ölürəm acından. Ay Qasım, görsən ki, çörək sexində işləyən arvadlar kimi səhər gəlmişəm evə. Bir imkan ver, nə bir çatın, bir majal ver. Az nə majal ver, majal ver. Bayramdır. Nəsə pişirməlisən, eləməlisən, hazırlamalısan. Mən eləyim. Pişirdim, bu il pişirdim. Amma Qasım, inan ki, ölürəm. Da gələn il gedəcəm, sifariş edəcəm. Qorxdum, qorxdum. Qorxdum, nə olub? Qoşu, pişir dana. Tamam, gördüm, Bütün gün həyətdə də hələ döyləşməmisən. Ay bana ləpat döyür, şir döyür, pələk döyür. Pişirdi də. Qorxdum. Bu kim oxşadı belə qorxaqlıqda? Eşitdinmi? Da pişirməyəcəm gələni. Nə şey? Yoruluram Qasım, elə ən yaxşı sifariş eləməkdir. Nə sifariş? Elə şey yoxdur. Nə qədər mənim canım sağdır, nə qədər mən bu həyatda yaşayıram, bu həyətə mağaza şəkər burası, mağaza paxlavası girə bilməz. Mümkün deyil. Nə oldu be? Nəyə qışqırsan üstümə? Söz dana dedim, yorğunam dedim. Hələ bir gələn ilə çıxaq, bir salamat çıxaq. Ay sağ ol. Ölçəcəm, bişəcəm, gəlirimi çıxarımı, görüm hansı sərf eləyir. Görsəm sərf eləmir, onsuz da özüm bişirəcəm. Ay sağ ol. Dada, sabır söz deyim. Bu boyda ocaq qarıysan, demirsən mi buradan görəcəm bacar olar. Bunu biraz böyüklərdən, ha? Böyük, neyinirsə böyüyür. Yox, mümkündür yeşə tonqal. Yadında dör keçən il, hündür tonqaldan tullandın, bir ay ayağının arası suluq bağladı. Yadında belə gelirdin. Yadında deyil, belə gelirdin çətdə. Bax, özünü nə demirsən ki, elə uşağı deyirsən. Nə olub? Təzə şalvar almışdın, bayrama, elə bir atlandın, şalvarın ortası yandı, yox açıq. Yaxşı, yadında deyil. Görmüşdür, cüvatlar. Ona görə böyük eləmə, balaj elə. Məqsəd nədir? Məqsəd tonqaldan tullanmaq deyil. Bəli. Lazım deyil böyüsün, elə balaj olsun, elə mən də belə ayağıma belə eləyim, keşim belə. Eləmə, sən eləmə. Nə vacibdir? Sən eləmə. Və deməyim ağırlığım vuruğu. Yox, mən deyərəm sən gedibə. Keç orada nəsə hazırla. Mədəm Gəl ay bala, gətir. O şəkər bura, paxlava, vəzək, xonçaya. Baharın nemətlidir, elə obaya. Şəkər bura, paxlava, vəzək verir xonçaya. Baharın nemətlidir, elə obaya. Şəkər bura, paxlava, vəzək verir xonçaya. Baharın nemətlidir, elə obaya. Şəkər bura.
Yaxşırın da, nə olub be? Bu toğa bax hələ. Sənin elə bir minnətin olsun ki, yaxşırın. Sizin elə minnətiniz olsun ki, sizin yumurtaları mən bəzəyəcəm, qoyacam Novruz süfrəsində. Nəzrimlə getdim, bir yerim qırıldı. Nətər də dədə? Neyinirsən bala bunu? Hay? Bunu neyinirsən? Küçədən tapışım da nə? Atar tonqanı içində qəşəng yanır. Təkəm sən nətər yanır. Üstü verir bu. Yox, yığışdır onu. Niyə? Oscar ayıbdır. Yox, lazımdır. Bu bilsən necə hiss eləyir? Yadındadır keçən il. Tonqala gətirdin, təkər atdın. Sir-sifətimiz bilirsən nə gündəydi? Qapqara. Cəmaət elə bilirdi ki, primus düzəldənlər. Bir də o qalmışdı ki, deyəm ki, primus düzəldirəm, primus. O qalmış deyə bir dənə qışqıram. Ondan ocaq sonunda tarıqdan, hətta gətirmişəm da, nəzək. Yox, atma bana, lazımdır. Yox, lazımdır. Ha Qoşqar. Ay Qoşqar. Sən bu təkəri hara apardın? Hara apardı deyəndə ki, sənin təkərindir. Mənim yox, maşınımın idi. Maşınımı düzəldirdim. Mən maşına baxdım, orada yoxun da axı sən. Maşının altındaydım da, çıxdım gördüm ki, təkər yoxdur. Səsini çıxardın, bir səsini çıxardın. Mən nəyəm sən orada yox idin? Təkəri ver. Gözür. Bayramımızla mübarək. Sənin də bayramın mübarək. Elə bayram təbrik edirlər. Yaxşı, bayramdır. Girib maşına mən nəyəm bilmirəm. Bir bax da gör, bəlkə lazımlı bir şeydir. Gələ bunları apar verməm var, gələ. Toğ gör hara uçdu getdi, bir dənə biri uçdu. Elimcan! Nə olub? Nədir? Ağıda mən beri qıracam. Nə harsan ay bala? Ana, sən mənə dedin ki, S hərfindən başlayan şeylər tap gətir, düzdürmü? Gətərdir, bax. Sementdir, bir puturka salyarkadır, sobadır. Nətərdir? Dəlisən ay bala sən. Dədən də səni danlayanda özümü verirəm qabağa ki, uşağım böyüyüb, ağıllı başlı uşaqdır. Danlama onu. Bunları qoyacam mən xonçaya. Bax nələr var, bax sarımsaq var, süd var, sumaq var, səməni var, belə şeylər. Bu nədir? Bunları qoyacam xonçaya. Onlar xırdan burada şeylərdir. O nə varsa qoymağı mən də qoyaram. Sementə bax, salyarka bax, sobaya bax, böyük şeylər lazımdır. Ay, dədən gəlib bu sementi burada görsə, elə bax səni sementə qatıb qurudacaq. Apar, yığışdır, gəlib əsəbləşməsin. Dədən niyə əsəbləşir? Elə deyirsək, dədən niyə əsəbləşir? Özü bayaq mənə deyir ki, gör, traktor sepi olarsa, Mehman əmə deyim, o sepi versin mənə. Traktor sepi? Elə sınan nə gəldi, gətirib qoymalısınız bura. Dədənlə sən ikiniz də səhv başa düşmürsünüz. Götür apar. Sən dərin, yaxşı. Özüm tapıb yığaram. Günah məndə ki, mən bunu əzəbəzətlə nə zülmlə yazmışam, Bu xonçadan böyükdür, bunu hara qoyacam? Üstünə yığ da, nə? Üstünə yığ. Qoşu, get buradan görüm. Ailəlikcə mənlə düşürsünüz, konkret. Sənin ailən kimdir ki? Havalar yavaş-yavaş qızır. O bir dənə Rəğbətə zəng eləyim. Alo! Rəğbət, salam Rəğbət! Bayramın mübarək olsun, neçə belə bayramlara çıxasan, ay Rəğbət! Salam Qasım, salam. Sənlə bahəm. Sən necəsən, neyinirsən? Çox sağ ol Rəğbət, yaxşıyam, Allah canımı sağ eləsin, heç nə. Oturmuşam sizin dədə-baba yurtda. O babamızın, dədəmizin qoyduğu adət, ənənələri burada da mən davam eləyirəm. Bu yazın gəlməyinə görə torpağı şumlayıram. Bir-iki dənə əkim, biçin eləmişəm, onları, sonra ağacları budamışam, gülləri budamışam, təngi budamışam. Lap yaxşı, yorulmayasan. Qoçaq adamsan da sən, Qasım, qoçaq adamsan. Çox sağ ol Rəğbət. Deyirəm bu bayrama görə, yığ bu arvad uşağı, qov məğrəbəni, gəlin bizə də kəndə. Qəşəng həyət çolpası kəsim sizin üçün, qəmər aş dəmləsin sizin üçün. Qoşqar qulluğunuzda dursun, mən qulluğunuzda durum. Gəlin bəri. Gözüm üstə, sabah gələk də. Gəl, ay sağ ol, gəl gözləyəcəm. Qulaq as, o bacımın əri Zeynalı da götür gəl. Qasım, üz vurma da, mən ölüm üz vurma da. Bu Zeynal'la Allah söhbət deyil, mən ondan danışmam. Nöşün nə olub, yəqin yüngül inciliyimiz olub. Yox, o adlı adam tanımıram. Gəlsəm də tək gələcəm, oldu, sağ ol. Buna baxın,
Zeynanla dalaşmışsan da mənim üzümə ad boyun öş verirsən. Görəsən bunlar niyə dalaşdı? Qoşum, deyirəm o gün olsun. Bax, mamam biləcək gözəl xonçalar hazırlasın, sənin nişanına aparsın. Nədə? Nə utanırsan, olmayacaq güya. Qəmər. Bir gün olacaq da lan bu da. Qadan alaram, utanma. Bir xonçalar düzəldəcəm sana, bir xonçalar düzəldəcəm. Ha böyle. Ne varsa? İşte buna temizledim. İşin olmasın, Bayramda tutarlar. torda temizledim. Hörümcek torba var. He, mənə bax. Qəmər, mən Bakıya çıxas oldum ha. Gedirəm Oy, şəhərə. kim rəhmətə getdi? Ha, yox, heç kim rəhmətə getməyib. Bayram vaxtı niyə belə danışırsan? Mənim xalam oğlu yoxdur, Rəğbət. Hə. Ona dedim ki, arvadımı, uşağımı götür, balalarımı götür, gəlin kəndə. Sonra dedim ki, bacımın yoldaşı Zeynala da dinə. Sən demə, bunlar dalaşıblar. Hə. Hə, gedirəm indi şəhərə, bunları barışdırım. Vay dədə. Qasım, sən işin gün yoxdur. Elə xalqı barışdırmaq sağa qalıb. Bayramda süfrə hazırlayıram, hazırlıq görürəm, evdə olmayasan sən. Heç yerdə gedib eləməm. Ay qız, bilirəm bayramdır da. Bayramın elə ən gözəl adətlərindən biri odur ki, oğul, küsənləri barışdırasan, insanlar sülh içində yaşasın. Bəli, gedim onları barışdırım, hökmən. Da onda eləsə biz də gedək dana. Onsuz da sənsiz oturmayacaq süfrəyə. Elə gedək Bakını gəzək, bizə də bayram olsun, elə? Oy ana, inanırsan elə gözəl olar, Hə. elə gözəl olar. Arda, mən də istəyirəm bir bayramda başçı olum da, ha. Mən də görüm da o günləri, mən də onun ləzzətini yaşayayım da, nə olur. Mən həmişə xəbərlərdə görürəm onu. Mənə bax, onda çıxaq ol, getdik. Ay. Düşün qabağıma. Dayanmayıq, biz elə hazır gemli döyüşə hazır vəziyyətdə deyil ya. İmkan ver gedək geyinək dana, belə gedəcəm. Bakı ayıb deyil. Həm də Bakı Ged. soyuq deyə bura bax. Yaxşı, gedin, Gedək, hazırlaşın, qadan alaram gedin. ki, əlini qalın giyin. Bax burada gün çıxıb. Elə aldanma ha buranın günəşinə. Bakı soyuq olur. Ay Qasım. Qasım. Ha. Ay gözləyin ana çatanmıram axı sizə. Gözə də, görəcəz. Ay qız, bir yerə gedəndə vaxtında çıxardın. Gözlə. Qasım. Əslində mən vaxtında çıxa bilərəm, amma mən qadınam. Sən özünlə məni bir tutma. Oy. Mən getdim, toyuq düzəni saldım hinə, heyvanın otunu verdim, qaza, işığa, suya baxdım, ayaqqabıları təmizlədim, cütlədim, qoydum. Qadınamdana baxımlı olmalıyam, ona görə geç çıxıram. Sən canın heç olmasa bir dəfə olsun dalaşmayın da, ha. Özünüz adam barışdırmağa deyirsiniz, amma yolsa özünüz dalaşırsınız. Bayram günü bəstirin da. Nə olub, dolaşıb eləmirik, söz dana deyirəm. Dalaşmırıq ha valla. Gəlin buradan. Sən canın bir dəfə olsun biz bu yolun mehribancasına gedəmədik. Gedəcək, indi gedəcək. Heç bir-birinizi qırırsınız da. Bax, indi gedəcək, gəlin mehribancasına gedək. Oy! Yenə tələsirsiniz, Hə, yenə Dana, sən də bu tələsirsiniz. qadan Gəl. gəldi. Gələmirəm dana, gələmirəm. Bir dənə taksi tut gəl dana. Ay gəl. İş. Gözlə dana, dədən gözləmir. Heç olmasa sən anamı gözlə. İsti məni cicirib bir dəqiqə. Sabahınız xeyir. Hə, salam eləyik. Taban. Səhər-səhər hara belə? Qasımın bir qohumu var. Elə bil ki, o biri qohumu ilə küsüblər, aralar dəyib. İndi Qasım da istəyir Ay ki... qız, bir dəqiqə dayan da nə olub? Xəbərlərə intervyu verirsən. Hər şey açıb danışır. Qızım, barışıq məsələsidir. Mənim 2 dənə qohumum var. Bunlar elə bil ki, dalaşıb bir-biri ilə. İndi istəyirəm gedəm onları barışdıram. Haydi də qadan xanım. Anama imkan vermədin məlumat versin. Özün bütün məlumatları ötürdün, ey. Belə dana, baş qoşma. Sən hardan gəlirsən? Heç nə, mən də elə uşağa lodi bezləri almışdım. Hə, laf yaxşı, laf yaxşı. Gör nə deyirəm, ay Sənubər. Elə bayaqdan ürəyimdə qalmışdı ki, biz gedirik, dalımızca su atan yoxdur. İmkan varsa ki, rəyətdən bir qap su götür, bizim dalımızca salamat gedək. Geçir, ana, geçir. Nə olub, də mənə bax. Hara geçsən, nədir Bakının qapıları bağlanır. Nə deyir? Özünü danışıb, görürsən bu cavadın başı gedir. Deyir su gətirirəm dana, deyir su gətirirəm. Tez elə Sənubər, getdik biz. At, Sağ ol at. sən. Yavaş, yavaş, yavaş bala. Ay, vay, vay, vay. Ah, şalvarım oldu qapqara. Ay Sənubər. Eybi yoxdur. Salamat getcət, qara şalvarla da olsa olar.
çiçek olup ağ elinde yanağına yaraşaydım. Nəğmə olub bal dilinə, dodağına yaraşaydım. Salam Salam aleyküm. Qasım əmi, salam. Necəsən ayaq ol? Sağ ol, yaxşıyam. Salam bala. Salam, necəsiz? Sağ ol. Bayramın mübarək olsun. Bayramımız mübarək. Oğul, rəğbət buradadır. Düzdür, bayramdır. Deyirəm birdən olmaz, bayrama görə gəlməz. Buradadır yoxsa yox? Rəğbət müəllimin qəşəng bir sözü var. Bəli. Deyir, mənim üçün işdə olmaq özü bayramdır. Həla. O həmişə işləyir. Yadındadır Qasım, bizim toyumuza da gəlmədi ki, işdəyəm, işim var. Hə də, işləd də. Görsən, səni o toyda mənə deyirdin ki, qohumların gəlmədi. Bax, işdə olurlar, ona görə gəlmədilər. Hay dədə, mən səndən kimi soruşuram, deyirsən ki, bizim toyumuzda olmuyor. Deyək, qataq nəbi kimi, toyunuzda ancaq ikiniz olursunuz. Yaxşı. Toğ kimi nə hara qaqqırlıysan? Bizim toyumuza nətər yəni heç kim gəlmədi. Bizim toyumuza o qədər adam gəlmişdi oğul. 2 dənə cöngə o adamlara çatmadı. Həyətdən 10 dədə çolpa kəsdik. Yaxşı tutarıbsınız ha. Elə həyatda bacıda nə varsa hamısını kəsibsiniz, eləmi? Hamısını ay bala, hələ axırda qəfəsdə 2 dənə bildirçin var idi. Dədən dedi ki, onları da kəsəcəm. Gücdən aldıq əlindən. Dedi, onsuz da heç kimə çatmayacaq. Yalandan niyə kəsirsən bu quşları? Yaxşı ol. Keçək içəri oğul. Gedək yaparım sizə. Gəlmək olar. Gəl, xoş gəlmişsin. Ay rəğbət. Bax, Qasım, xoş gəlmişsin. Salam aleyküm. Nətərsən, nə var, Sağ nə ol, yox? sən necəsən? Salam verir. Salam Rəğbət əmi. Salam verir. Rəğbət. Necəsən, neynirsən? İnan ki, sən mənə zəng eləyəndə, otur. İnan ki, sən mənə zəng eləyəndə bildim ki, burada nəsə var, nəsə işin düşüb mənə. Yoxsa sən o boyda yolu basa-basa durub bura gəlmərsən. Mənə bax, birdən uşağa burada işsat lazım olar, ha? Dönən düzüm qoşum, həmsi ölməyib, Yox, Rəğbət əmi, ehtiyac yoxdur. Sağlığına çətdən başımı bir tərcih eləyirəm. Elə dədəm sağ olsun, o qədər iştahçıdır ki, ha bitir, bitmir ha. Yenə sizdə yaxşı deyil, saat 6-da iş bitir. Bizdə səhərə kimi iş qutarmır. Ay, nə qədər işləmək olar ha? Yaxşı, hə. Səsin əmin başına düşürək oğul, biraz yavaş. Uşaq döşün olmasın, gör, onda bacıya 100% nəsə mebel lazımdır. Yəni ürəyi sıxma, ha. Deyim, nə ürəyi istir, gedin götürün. Ay, yo, Rəğbət qardaş, çox sağ ol. Mənim hələ heç cehizlik mebellərimin salafanı açılmayıb. O salafan dörü, ora skoç vurmuşam ki, ayağı qopmasın. Qasım, indi deyirsən mən skoçla salafanı ayıra bilmirəmmi? İndi nə deyim bunun yanında? İndi dalaşaq mı burada? Nə söz güləşdirirsən ki mənlə? Yox, kətdə danışarıq da bunları, kətdə danışarıq. Onda 100% sənə pul lazımdır. Eləmi? Hətta elə nə qədər lazımdır, düzüm qoşum. Narahat olma. Sən onu saxla, bilmət, başım çıxdı yerindən. Yox, pul lazımdır. Bizə pul göstər, pul bizdə. Qəmər, çıxart pulu göstər. Çıxart pulu göstər. Bilmirsən, mən pulu həmişə hara qoyuram. İndi bu xalqın yanında mən oradan nətər çıxardım pulu? Adağar, nə loğalanırsa. Yaxşı, dəymə, qoqalım. Onda nə işdir? De görüm. Rəqbət, bilirsən nə işdi? Gəlmişəm ki, səni Zeynal'la barışdırım. Qəti, ağlıma gətirmə. O adamın adı bu kabinetdə çəkilə bilməz. Nə danışsan? Yaxşı, yek oğlansan. Olmadı ki. Yadında deyil. 2 nəfərə bir dənə sankavuz var idi. Sən itəlirdin, o sürürdü, o itəlirdi, sən sürürdün. Eşitirsən? Bəli. O gəlir məndən üzr istəməyincə, belə yox ha, belə ürəklə üzr istəməyincə mən onu bağışlamaram. Ki, mən onunla danışmışam. Oturdum onunla danışdım. O sənin xətrini çox istəyir. Mən ölüm düz deyirəm. Canım üçün. Qasım, ma bax, nə vaxt danışdın, hə? Özündən söz çıxartmadan, deyir, ətlə dırnağın arasına girən iylənib çıxar. Sən indi nə lazımdır? İylənmək lazımdır. Çəkil dur qıraqda, nəyə lazımdır sənin? Mənə bax, mən indiyə kimi arva sözündən oturub durmamışam, sən sözündən oturub duram. Vəssalam. Rəğbət,
Biz gedək yavaş-yavaş, amma mən səni ondan barışdıram. Ay, yox, yox, Yo, elə şey yoxdur. Biz gedək, dur. Mən sözümü dedim də, mən sözümü dedim. Nə olur? Nə axtarsan? Nə qurtarırsan? Uşaqsan? Uşaqsan? Biz gedək Rəğbət. Sağ ol. Amma barışdıracam. Durun. Mən dedim də sözümü. Ha bala. Dur da, nə oturmuşsan? Yapışmısan üstüne, dur da bala. Rahat deyik. Bildim mi? Rahatdır. Nə qədər oturaq? Belə ayağımı dincəlim deyək dənə. Qoşu. Dur bala, dur. Dur. Yaxşı. Yaxşı Rəhmət əmi. Özünə yaxşı bax, salamat qal. Sağ ol. Özünə yaxşı bax. Maşallah. Gəl. Güclü oğlum var, maşallah. Sağ ol. Sağ ol. Sağ ol. Sağ ol. Hiç bilmirəm nə görmüşəm gülüm səndə. Üzüm gülür biz görüşəndə. Yazda çiçek, qışda ilkar gözləyirik. Bir vəfalı yar gözləyirik. Neyləsin bu yollar, hardasa sevgi. Qəmər. Deyirəm. Bir dəqiqə dayan onu. Mənim Buradayım, hara bax, taqa dedə, Ay buradayım. Qasım, buradayım. Nəyə dayandın? Gedək də. Gedək tayımımıza bayramımızı keçirdək. deyirəm Qəmər, mənim 2 dənə qohumum küslü qalsın. Mən gedim bayram keçirdim. Eləyə bilmərəm onu. Hadi dedə, sənin başqan görüm, gedək dənayız, qadan qalım. Biz hələ axşama tonqa qalamalıyıq. Hələ papaq atmalıyıq. Mənim planlarım var. Kimlərin qapısına papaq atacağım. Hamı yazmışam. Get qala da bala. Tonqala mənə atarsan, yoxsa mənim papağıma atarsan. Get qala da. O nə deməkdir ay Qasım? İndi bayram günü sən evimizdə olmayasan. Bilirsən nə var Qəmər? Bu un. Bu da un. Hə. Gidin kəndə, düyü alın, qəşəng aş dəmləyin, yiyin. Mən də gələrəm. Bildimi? Düyü aldım, ayın oyun aldım, bir avtobusa nə verəcəm? Onu bilirəm ki Qəmər, Bakıda pul uçur da. Ay Qasım, pulun Bakı rayona aidiyyatı yoxdur. 20 manat pul vermirsən, gedib bayram süfrəsi hazırlamalıyam. Çatmır axı bu. Çatmır. 2 manat da gələ qoy üstünə, çatar. Siz gedin evə, hazırlıq görün, mən də axşama qaydacam. Yaxşı? Gedin. Gedirik. Bir dənə ata dişləsin ondan. Nədən? Hə? Nədən? Dönərdən. Ver ataya, ver. Biz evə gedirik, ata şəhərdə ac qalacaq. Valla siz gedirsiniz evə, düşəcəm küçələrə. Oyan bu yan, oyan bu yan. Ver ataya, ver. Ver ataya. Ver, qadalan. Yarısını yemisən də. Gör nə Qəmər, deyirəm. bölüm. Yox, istəmirəm. Gör nə deyirəm. Bax, sən də tez gəl, Dədə Qorqud görsən, ortalıqda qalma. Elə bu küsənləri barışdırmaq, ayrılanları qovuşdurmaq sənə qalmayır. Yox, gözün. Eşitdin, tez gəl. Nə? 1 manatın da yoxdur. Yox. Bir dənə yol pulum qalıb, dedim. Neyləsin bu yollar, hardasa sevgi var. Bizi gəzir həyatları yar, 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 yar. Neyləsin bu yollar, hardasa sevgi var. Bizi gəzir həyatları yar. Hörmətli Fəxri müəllim, hörmətli İlhamə xanım, nəvələrim. Qaçırıq. Kim ayaq üstə qalsa uduzsa, getdik. Otur. Kim qaldı ayaq üstə? Heç kim. Deməli, uzan olmadı. Durun geçin oraya öz yerinizə. Mənim sizə hələ çox sürprizlərim olacaq. Zeynal, Zeynal. Oho, başqasım. Ay, səni xoş gördük. Nətərsən. Salam aleyküm. Allah saxlasın. Allah köməyin olsun, dəvələrimdir. Dəvələrin də, ha. Salamlayın babanı. Qasım baba. Salam aleyküm. Allah saxlasın. Qasım baba. Necəsən? Hə, Nə var, nə yox? Buz başqası, bu öpüşdən sərəsinə bir 100'lük çıxar ver. 100 manat. 100. Ha, nə olar? Paltomun cibindədir. Gələndə verərəm. Yaxşı, Verərəm. yaxşı. Xeyr ola. Sən illərdir mənə zəng eləmirsən, halımı soruşmursan. İndi nəsə yenə işin düşüb, ona görə gəlmirsən, hə? Yo, işim düşməyib. Mən işim düşəndə bəyəm gəlirəm sənin yanıma. Yo, işim düşməyib. Ulan elə belə də gəlmirsən, işin düşməsə sənin burada nə işin var ki? Düzdür, elə belə gəlməmişəm, amma işim düşməyib. Bir məsələ var, ona görə gəlmişəm. Onda çıxaq çöldə həll eləyə də məsələ varsa.
Biz çölə çıxana kimi, bəlkə uşaqlar çıxsın çölə, elə biz burada danışaq onu. Hə, gedin növbələrim. Orada Gedin. oturun, orada oynayın anam. Hə, maşallah, o uşaq sənin balacalığına oxşayır oğlan. Yadındadır. Allah sənkiləri də saxlasın. Məndə bir oğlandır, hələ nəvəm yoxdur. Ay maşallah, toyunda iştirak eləyən. Oturaq, keç, buyur, keç yerine, keç yuxarı başa. Vız başqasım, Hə, can. sən canım bir papağı qaldır görüm başında tükdən zatdan bir şey qalır. Ay, yox, ay Zeynal, ara. Vız var diye, buna bak, olup cız. Nə gündəsən. Xeyr olayın. Uşaqlar da getdi, deyəsən nəsə söhbətin var məndən. Zeynal, bir şey soruşmaq istəyirəm səndən. Dedim, dəqiqləşdirim. Sənin rəğbətlə alında nə problem var? Sən bənim canım, Qasım, onun adını çəkmə. O adda mənim qohumum yoxdur, tardı. Başqa söhbətin varsa deyilən, yoxsa... Ay, niye? Ne olub? Sizin aranızda ne olub baxın? Ay Zeynal, bax deyir ki, qohumluq ağac kimi bir şeydir. Yaxşı münasibət qurmasın, budağı qopar düşər. Sən canım, onun budağı qopsa yaxşıdır. Mən olmayım, sən ol. Qızdırmadan yanıram. Zəng eləyirəm ki, rəğbət, dur gəldinən halım pisdir. Mənə nə desə yaxşıdır. Mən uzaqlardayım, çata bilmərəm, vaxtım yoxdur. Sonra gedirəm hamama görürəm ki, yoldaşlarla oturub orada laqqırtı vurur. Laqqırtı cəhənnəmə həm də vurur. Vurur? Ha. Buna görə küsmüsən? Azdır. Yox, onda buna görə heç onu bağışlama. Danla onu, harda görsün. Ayıbdır, buna görə adam adamdan, qohum qohumdan küsər. Biz bir-birimizin xeyrində iştirak eləməliyik. İraq şərində iştirak eləməliyik. Biz qohumuq, bir-birimizə getməliyik, gəlməliyik, bir-birimizə hayan olmalıyıq. Ayıbdır. Belə şey yuradan küsər. Yox, mən niyə tutardım? Şimdi mən onunla görüşmüşəm, onunla danışmışam. Dedi ki, sənin xətrimi çox istəyir. Canımsın. Dedi, mən onu dünyalar qədər çox istəyirəm. İntihası onu elə bir ki, onunla barışaram. Deyir, birdən o icazə verməz barışmağa. Yoxsa deyir, mən bağışlayaram onu. Yox, belə qalanda elə mən də onun xətrini istəyirəm. Əgər elə deyirsə, nə deyirsə, nə deyək? Gedək onun yanına. Gedək. Gedək, mən sizi orada barışdırım. Gedək, O iki əlli razıdır. Razısa gedək. Dur gedək. Gedək. Dur gedək. Mənə bax, çayın yoxdur, bir istəkən çay içərdim. Katibəni buraxmışam, ona görə yox. Hə, yaxşı. Orada içərim, gedək. Hə, yaxşı. Gəl görək, gəl. Uşaqlar gəlsin içəri, soğuk olar çöldə. Gəlin içəri. Deyirsən sevmirəm, çəkili yolumdan. Deyirsən sevmirəm, çəkili yolumdan. Keçən il bəs mənə dil niyə verdin? Öldüm hanım, mən bildiyin öldüm. Ama sana bir söz deyim. Yaxşı ki vaxtında gəlib çatdıq ha. Bax, buradan da bax, axşam düşür. Yığacam o papaqlarımı. Hər qapıya bir papaq demişəm. Hər qapıya bir papaq demişəm. Niyə qoşu? Bir papaq bəsdir. Bir papağını götür, neçə qapıya atırsan at. Yox, sən yenilirəm. Heç kim şübhələnməsinlər bu qoş qardı. Başa düşdün mü? Həm də bir tərəfdən sürpriz olsun. Şəhər yeri yaxşıdır ya. Şəhərdə pul zat qoyurlar. Sən canı nəyi yaxşıdır? Pul niyə qoyasan ki papağa? Bizim qədim adət ənənəmiz var bala. Papağa qoz qoyarlar, fındıq qoyarlar, şəkər bura, paxlava qoyarlar. Pul nədir? Elə bil ki, xarici turistin qapısına papaq atmışıq, bizim adət ənənəmizi bilmir. Niyə qapısına papaq atdığın Azərbaycanlı deyil? Bilmir bizdə nə tər adətlər var? Bilmir nə qoymaq lazımdır ora? Ona görə elə belə yaxşıdır. Ana, gör nə deyirəm. Mənə bax, sən bu dədəmlə sevgili olan vaxtlarda. Yaşdan ha? Dədəm, baba. Baba, müziğindən oxuyacam onu. Yaxşı. Dədəm sizin qapıya papaq atıb yoxsa yox? Hə, mən də dedim görən nə soruşacaq. Hə, papağı soruşursan. Soruşacam, qoş. Heç at. Atıb özdə bir şey deyil. Bunu heç kimə deməmişəm. Bircə indi sağ deyəcəm, amma sən də heç kimə demə, ha? Yox, inarsan deyəsin, bir dəqiqə qonşulara deyəcəm. Hə, elə bil ki, dədəm mənim anamın pişirdiyi aşı çox xoş duyurdu. O da bayram gəlib çatmışdı. Amma biz hələ nişanlanmamışıq. Bu nətər gəlsin bizdə aş yesin. Aş soğur. Amma ürəyimdə də qalmışdı ki, o aşdan o yemədi. Bu gətirdi qapımıza papaq atdı. Mən də götürdüm papağın içini aşla doldurdum. Gül! Hətta yaxşı. O da yedi. Aşı bilmirəm yedi yoxsa yemədi. Amma papaq babamın papağı idi deyə babandan yaxşı kötək yedi. Gül! Nəfəsin getdi.
Qoşu! Hə gülür, qorxdu. Hə yaxşı qonşular kötüşüb gəldilər. İnan yapmış. Bax sən deyim, papaq atanda kiminsə qapısında belə gülsən biləcəklər sən gülüb eləmə ha. Sadə adamlar, balam gel havası, sizi hörmətlə salamlar. Bu balqabaqlardan şəhərdə... Bu balqabaqlardan bu sən nə qədər var? Ne oldu ya sənə? Yorulmuşam, enerjim qutarıb. Hava, ver saxlayaq. Mən də yorulmuşam. Yo, saxlamaq söhbət yoxdur. Çək. Sağlamsınız? Yo. Onda özünüz istədiniz. Gəlin. Məsələn, enerji verim sən də bax. Bizon. Buyurun. Ən çox yorulan xəyallədir. Çox sağ olun, getdik. Çox sağ olun. Hazır. Gəl demək. Ada nə oldu? Zəmbilləri götürün gedək də. Ay, sağ ol, bunu dirəndə bayağı. Gedək. Getdik. Baba, zirvələrə necə ucala bilərəm? Mənim balam, çalış, haqqın tərəfində ol. Əhdə vəfalı ol. Bir də halaldan qidalan. Halal olandan yemək cismin qidasıdırsa, halaldan yedizdirmək ruhun qidasıdır. Rosko, yalnız halal. Bir zəhmət olmasa Lodi necə verərdiniz? Bir də Lodinin nəm salfetkasını. Ətr saçır gül çiçək, gülsün ömrüm bahar tər. Çox sağ olun. Saçır gül çiçək, gülsün ömrüm. Görsən Qoşqar, vaxtında evlənib, indi gəlir aptekdən uşaqsın Lodi bezi almağa. Heç nə demirəm Qoşqar, sən də evlənəsən, sənin də bir dənə qəşəng oğlun dünyaya gəlsin, ata qata gəlsin buradan Lodi bezi alsın, aparsın. Amin. Ay sağ ol qardaş, deyirəm ki, heç kimə arzulamıram ki, aptekə gəlib xəstəliyinə görə nəsə alsın. Aptekə bir şeyə görə gələsən, Lodi bezi almağa nəvönsün. Bax belə dedin qasa mən də həvəsləndim bax. Ay sağ ol. Buradan çıxın mən verəcəm. Vəssalam. Düz qabağım. Ay mənim arzu qızım, ay mənim arzu qızım, arzu qızım. Ay bala, neyinirsiniz siz burada? Ay qızım, toyuqlar qalıb çöldə. Bu mal heyvan qalıb həyətdə, bunları yemək vermə. Tüm tutuyorsunuz burada. Sənə qadın qara, mən bir dəqiqə mal qara qaşımına, bir dənə babına bax. Qara, hər birə bir qalmış. Sən zənə bir dənə dadına bax bunun. Bir dənə dadına bax. Dayan oğul. Bir dəqiqə sən də istirahət elə də. Nədir? Toyuqcuza qaçmır ki. Bir şey tapıb yiyəcək. Heyvan da həmçinin yiyəcək, geyib girəcək yerinə.
Nə qəşəng. Bəyəndin? Çox xoşuma Mən gəldi. qovuranda bəyənmirsən. Belçikanı bəyəndim. Sən ayrı, o ayrı. Tibb bilimləri doktoru, ali dərəcəli həkim, beynəlxalq allergoloqlar, immunoloqlar və İmmun Reabilitasiya Elmi Cəmiyyətinin üzvü, Almaniya Avropa Universitetinin professoru Qurbanov Hüseynağa Əlioğlu. Son vaxtlar valideynlər uşaqların tez-tez xəstələnməsindən, yaddaş zəifliyindən, inkişafdan geri qalmasından, il ərzində dəfələrlə xəstəliklər keçirməsindən şikayətlənirlər. Previta vitamin tərkibində A vitaminindən tutmuş, yod və krom elementlərinə qədər vardır. Əqli zəiflik, metabolizm pozulması, immuni defisitlərin aradan qaldırması üçün Previta vitaminin verilməsi məsləhət görürəm. Previta içərək gələcək həyatınızda sağlam addımlar atın. Dostlar, Master Tools şirkəti olaraq möhtəşəm Ramazan kampaniyasına start vermişik. Kampaniyamız nədən ibarətdir? Düz mart ayının 1-dən mart ayının sonuna kimi, yəni Ramazan ayı boyunca bizim bütün boyalara, həm Antiqa Signoria, həm də permanent boyalarına 15% endirim əldə edə bilirsiniz. Məncə bu möhtəşəm kampaniyadan istifadə etməyə dəyər. Ünvanımıza deyim, ünvanımız çox rahatdır. Əhməd Əzərdə küçəsi 203, Master Tools mağazası. Sizi hürmetle salamlar. Ay, salam aleyküm. Necəsən qardaş, nə var, nə yox? Zeynaldır. Ay, yaxşırım da. Uşaqsınız. Yekə adamlarsınız. Siz mənim canımsınız, ciyərimsiniz, qovumlarımsınız. Ay kişi, mən dostluqdan söhbət düşəndə həmişə evdə oğluma deyirəm ki, Zeynal'la Rəğbət kimi dostlarınız olsun. Belə bir dostluq eləyin. İndi ayıbdır bir-birimizdən küsmüsü. Əl verin barışın. Əl verin barışın səndən. Sən canım üz vurmaya, mənim qəlbim qırılıb. Mənim üçün dostluq tam başqa bir şeydir. Belə dostluq olmur, olmur belə dostluq. Bildim də, yaxşı da. Yaşa oğlansın, əl verin, qucaqlaşın. Qucaqlaşın görüm. Mənlə yox, ay Zeynal. Onunla yox. Hə? Yox, alınmır, heç olmasa bir dəfə üzrxahlıq eləsin də, desin ki, səhv eləmişəm. Hə, ay kişi, bu fani dünyadır. Ay qardaş, bir gün varıq, səhər yoxuq. Bu dünyada bizə nə qalacaq? Mal, mülk, yox. Pul, yox. Ancaq qoyduğumuz iz, bir də yaxşılıqlar qalacaq. İndi bir-birinizə əl verib görüşmürsünüz, hə? İraq olsun, ikimizdən birimiz öldük. Getdiniz qəbir daşında, onun baş daşından belə baxırsan, ona nə qədər əl uzatsan da o qarşılıq verməyəcək. Düz deyirsən, Qasım, mən bir söz demirəm, sən tam haqlısan. Amma ki, mən də bir bəhanə gəzirəm, barışmaq. Amma bir üzrxahlıq zad eləsin, barışaq da. Mənə bax, Zeynal, mən Rəğbətin yerinə səndən üzr istəyirəm. Rəğbət, Zeynalın da yerinə mən səndən üzr istəyirəm, ha? Zeynalın yerinə məndən üzr istəyirəm. Bəli. Axırında dəfə olsun, bir də belə hərəkət eləməyəsən, eşitdin? Sənə çox təşəkkür edirəm ki, böyülük eləyib, onun əvəzinə üzr istəyirsən. Bəli. Amma çalış bir də belə şey təkrar olmasın, ha. Peki, bildim, sən məni öz tanıyırsan. Bir də belə şey olmasın da. Bildim də, indi mən söz məsəli dedim də, indi yaxşı, barışın. Görüşün, barışın. Bayramdır, qabaqda bayram gəlir, yaxşı da tut, uşaqsınız, ha. Bu var, ha, bu indi elədiyimiz o hərəkət var, ha. 5 ildən, 10 ildən sonra sizdə gülməli gələcək, adi gələcək. Ona görə uzaqlaşın, qovumsuz. Ay, sağ ol. Mənə bax, barışdınız. Onda verin, sabahları sizi kətdə gözləyirəm. Uşaqları da götürün, yoldaşlarımızı götürün, gəlin bizə kəndə. Bax, bu ayrı söhbət, ürəyimdən xəbər verdin. Qalxıraz gedib oxuduq, qəşəng bir yer içərik. Yeyib qolmaqla mən də görərik də. Görürsən, ancaq yeyib içməyə tələsir. Xəstələnəndə yaxın gəlmir. Nə deyil? Heç nə, sənləndir, mənləndir. Yaxşı, mən getdim, buradasınız da, ha? Biraz danışın, sana kətdə gözləyirəm. Get gələcək. Mənim maşınımla, ha. Eşitdin mənim maşınımla. Mütləq. Getdim, hələlik, sağ ol. Tabaqlar atardım. Ona bax, hər ölçüdə, hər razmerdə, buna bax. Qoşu. Hə. Ala, vitamini iç, möhkəm ol, xəstələnmə. Nə qədər, mən uşağam, ana, mən sizdir tamam. Ay bala, bu təkcə uşaqlar üçün deyil,
Bunu uşaqlar da içə bilir, böyüklər də içə bilir. Özdə bax, yazın qripi pis olur ha. Sonra xəstələnib qalarsan üstümə. Al iç. Hamısın. Ay sağ ol. Xəstələnmə, yaxşı mamam buya qurban olsun. Xəstələnəndə mən pitər olur. Əgər tam bana bunu bir də verə bilərsənmi? Yox, yox. Bir əli Bunun qədəri var da, sabah verəcəm mənə. Ana buna bax, ana, papaqlara bax. Hər zirə papaq, Bu nədir? hər ölçüdə, hər qapıya birini atacağım. Bu nəyə götürmüsən? Kimsə başına nəsə çırpar? Hay? Deyirsən birdən başına kimsə nəsə çırparıb qoyarsan? Yox, papaq atmışıq, iz itirsinlər, bilməsinlər ki, eyni qapıya eyni adam atır. O baxımdan eləmişəm bunu. Hə, söydürəsən də daha hamıya. Vay, dədən gəldi. Vay, xoş gəldi, xoş gəldi, xoş gəldi. Gəldim. İnanırsan Qasım, elə qoşuya onu deyirdim ki, bax, Qasım gəlməsə incəyəcəm ondan özdəki dalaşacaqdım səndən ki, bayram günü süfrəmizi boş qoydu. Narahat olma, Qəmər, elə şey olar. Qasım elə hərəkət eləyər ki, bayram günü Qəmərin bayram aşının qazanı açılanda mən orada olmayayım. Mümkün olan şeydir. Gedək, gedək. Ya sən burada o küçlü qohumların nə qardın, nə elədin? Məhkəmə nə qərar verdi? Dədəmi tanımırsan. Hə. Barışdırdım özü yüksək səviyyədə. Ürəyin yerinə gəldi, Ürəyim gəldi. dincəldin, hər şükür. Mən acımışam, gedək bitkə nəsə yiyeyim. Gedək, qəşəng süfrə hazırlamışam. Hazırlıq görmüşəm, ala bu sənin papağındır. Gedirik bir qapılara papaq atırıq. Nəyi? Papaq atırıq, hə? Bu ləyən nə? Ləyən nə deyil, papaqdır. Baxım. Ha yox, ay bala, mənə yaraşmaz. Mən bundan sonra gedib papaq atan yaşımdır. Buna bax. Dayan görək. Hara Başım qopdu. dayan ona, bu nə ilişdi? Qulağıma. Hara aparsan, nə dədəmi? Bilirsənmi xasiyyətin? Gedib bir qapıya papaq atsın, birdən görsün ki, orada kimsə dalaşıb küsülüb, evə işə yığışmasın. İndi də gedirəm onları barışdırmağa. Gedək, sən canı aparma. Sən istəyirsən papaq atıb gələrsən. Ya da gedək çörək ye, sonra bir deyərsən, qadan alaram. Xalqla çörəyin yeri. Vaxta geçsin. Hə, hava qaranlıq olsun, səni görüb daşlamasınlar. Gəlin gedək. Əvvəl bir dənə çay ver mənə. Bugün şən bayramıdır ellərin, lalələri bayramıdır çöllərin. Çöllərdən gül yığalım dostlarım, çalağını oynayalım dostlarım. Bayramlar çox yaraşır bizlər, bayramdan ötməyalım düzlərə. Alışan gözlərə bax gözlərə, oynamaq çox yaraşır qızlara. Bugün şən bayramıdır ellərin, lalələri bayramıdır çöllərin. Belə sizin də bayramınız mübarək. Belə sizin də bayramınız mübarək. Sizin də bayramınız mübarək. Allo. Şimdi bu sönüb, öz-özümə danışıram mən də. Gəl ay Qəmər, gəl. Gəlin bəri. Deyirəm Qasım, kalbasını da kəsim, stolda olsun. Rosko, mənə bu hamısını kəsmə ya. Bir dənəsi bəs eləyir. Sabah qonaqlarımız var. Bir dənəsin. Qalan qalsın qonaqlar. Yaxşı, dəymirəm, qalsın qonaqlar üçün. Bu qalsın qonaqlar. Gəlin də, gəlin. Mənə bax, oğlunla mı? Qoşu! Qoşu mamam boya qurban olsun, get çörək ye. Yurdumuza yaz gəlir. Sözləmir, mənə belə deyil, izin verin. Görürsən sən nə almışam? Vizon. Vizon? Sağ ol. Kırmızı mavi, kırmızı mavi. Ver, göy vermə. Görmə, atan da sənə verir. Sağ ol ata. Sağ ol. Ay. Ay. Ne var sen? Haydi. Dağıt. Çok sağ ol ata. Gələ, bayramın mübarək. Çok sağ ol ata. Sen qadan alaram. Yıxarsan, yaxşı yıxarsan, özə yenə nə sağlarsan. Ne oldu? Ne oldu? Çok sağ ol dede. Sevindi də. Ha, sağ ol bala. 5 manata gör necə öpdü mən. Mən buna 50'lik verirsin. Mən başımı dartıb Yox, qopardım. 50'lik vermə, uşaq da hələ qudurtmaydı da. Ha, halal olsun sən. Neyini? Yarın deyərəm yumurta döyüşdürək. Ha, döyüşdürək. Hay? Mən yox. Elə siz döyüşdürün, mən bax. El-ele. Bir de ailəvi olarak el-ele. Döyüşdürək Bu oğlum. sənin mırtdan. Bu da mənim mırtdan. Bu il. Yumurta. Ne? Yumurta. Nədən, hə? Ha. Bu il səni udacam. Görək. Keçən ildən kin saxlayıram sağa. Görək. Vır. Sən vır. Sən vır. Yok bala. Ne daş atırsan bura. Daş atırsan buradan burada belə. Ya deyirəm bir şey olsun da. Vır. Görək kim udacaq. Vır. Ha? Yine uduzdım ya. Bakım.
Nə sindi? Ona bax. Geç otur yerində. Geç otur yerində. Gəmər sənlə döyüşdürüm, gəmər. Yox, qoşu. Maman sağ qurbanlar. Allah mənim yerimə də sən döyüş. Hay. Allah, mən... Yox, öyle. Mən öz yerimə düzdüm, düz deyil, mamı yerinə. Mənim yerim. Mən elə bir ki, qəmərəm. Qaçın, vur. Sən gəmərsən. Yaxşı, vur. Yox, sən var burası. Mən burada Gətir, gəl bəri. Getdik. Nə? Niyə? Ay. Qapı. Gəldilər. Papaqatıflar bəlkə. Yox, gəldilər. Kim? Onlardır. Qohumlarım. Gəldi. Mən bunlara əslində sabaha demişdim gəlin. Yəqin məni o qədər çox istəyirlər. O qədər mənim üçün darxımla bayramda gəlirlər. Gedim onları qarşılayım. Oturun. Gəlim. Heç nə əl vurmayın ha. Süfrəmi təzə qalsın, qonaqlar yesin. Yaxşı. Yox, özüm gedirəm. Ay. Nə hay qohumlarımdır. Yox, baxma nənə. Yox. Bandit adam. Mənə bax hər şeyi əldən yox. Yemirik, qorxma. Bu... Nə əcəb bu? Yenə qohumlarının adını içdi, bizim günümüzü qarı elədi. Qadın yenə uduzdun. Mənim yerimə də uduzdun. Gələnini sıx təzdən. Yiyan. Aç ağzını. Yedin. Yox, ay, yaşlar bu. Yeməmişəm. Yemiyik. Qəmər gözün üstündə olsun. Qonaqlar gəlir, baxma. Süfrəmiz dolu olsun, qəşəng olsun, bəzəkli olsun. Gəldim mən. Bunlar nədir? Gəlsinlər belə tez, vay. Gəldim. Ay Rəğbət, ay Zeynal. Mən sizi sabahdan gözləyirdim. Nə yaxşı gecə gəlmişsiniz. Xoş gəlmişsiniz. Gəlin bəri. Qapıya 2 dənə papaq atıblar. Bu oldu, papaq oldu tutalım Rəğbətin. Zeynal belə papaq qoyan deyil daxı. Yaxşı bu oldu Zeynalın. Rəğbət bunu niyə qoysun başına? Yox. Nəsə bu? Nədə ağac dələnsən? Gəldim. Şu qonaqlar deyilmiş, papaq atıblar. Mənə bax, bunları sən doldur, kömək elə mənə. Buradan yox Qasım, dəymə. Buranı bəzəmişəm. Nətər yəni bura dəymə? Nağarım, gecə vaxtı gedim bazara. Bayram vaxtı məni də əsəbləşdirir bu. Doldur da. Bazara niyə ay Qasım? Orada tasın içində var da, şirniyyatlar var, oradan qoy. Bura dəymə də, qoy bəzəkli qalsın sırfamız. Deyəm. Deyəsən gəldilər. Bu dəfə bunlardır. Bunlardır. Dəyməyim. Gəldilər. Mən nağarım, rəğbətdir də. Gecə ürək istəyib, gecə gəlib. Gedim onları qarşılayım. Gözə görün. Bizə deyir, dəyimin özü gəlib buradan görür. Dağıdır süfrəmizi. Gəldim. Bəh. Qonaqlarım gəldi. Xoş gəlmişsiniz. Belə həmişə siz gələsiniz. Aycan. Buyurun içəri. Vay. Da bu kətdə papaq qalma düşür, qardaş. Satan papağı götürür, gətir qapıya. Yaxşı, gətirirəm. Hələ bilə əsəbləşirəm boş-boşuna. 2, 3, 4. Buna qoz fındıq çatdırmaq olar. Qoşu, gid o dədəvə denən ki, gəlsin bu stulu yığışdıraq, sökə yaparaq həyətdə quraq. O zəhər dəqiq qaçacaq qapıya. Qəşəng fikirdir. O gəlsin, işləməli. Gələr kimi o sözü deyəcəm ki, gedək bu stulu orada quraq. Yorulduq hemen qohum əqrabasını gözləməkdən. Xalq bayram keçirdi, biz adam gözləyirik. Sən danışmayın. Qoval yaxşıdır. Qoy yerinə. Qoy. Vermə. Yeyi. Olmaz. Qonaqlar gəlsinlər, süframızı görsünlər, sonra yeyib dağıtma. Bu eviniz tikilsin ha. Elə hər il bayramda qonaqlara xoş görünsün deyə biz bunu yeyəmirik. Bu neməti biz nə vaxt yeyəcəyik? Bir də ailəcilik ki, bayram qutarıb hamısı bayatlayıb. Hamısını aparıb tülləsiniz töxtüyə. Qoy yəyətənə bu neməti. Buna bax, adama deyir məni yiyir. Yeyəsən də ona. Bir də bir evimizin adəti var. Qapıdan qonaq girir, bir bayram günü stolda xonça görmədilər. Gəlsin, görsün stolumuz boşdur. Ayıbda. Onlar deyilmiş, Onlar deyilmiş, papaq atıblar. Oy, nə qədər papaqdır.
Qasım, Buna bax. dəqiq bunları qapıya atıblar. Hə, qapıya atıb. Sən nə var? Bəlkə də özün düşüb qapı gəzib hamıdan papaq yığırsan ki, papaqları verin, aparaqçısını dolduraq. Şey yox, ay gəmər. Nə də özüm gedim qapı papaq daşıyanam. Bunları doldur aparım verim. Nə doldurum? Bunların içi doldursaq özümüzə heç zat qalmayacaq. Mənə bax, hərəsində 2 dənə id atacağım, 2 dənə konfet qutardı getdi. Nahar malıyam ki, qonşuları biz dolandırırıq. Deyirəm ay dədə. Vaxtım varsa əyləşək, bayram aşımızı yeyək. Hə. Yox, sən canım. Bayram aşını saxlayaq, sabahları qonaqlarımız gələcək. Bayramdan sonra ya. Əşi, nə olacaq, qonaq da axı. Mənə bax, bir bayrama aid nə varsa hamısını eləmişik də. Tonqaldan hoppandıq, düzdür. Qapıya papaq atdıq, düzdür. Gedib qulaqla belə qulaq asdın, vəssalam. Nə lazım deyil eləmişik. Gedək yıxılaq, yataq, səhər işlərimiz çoxdur. O qonağı qarşıla, bu qonağı qarşıla, piş, tük, o birisi, gez olacaq, durağım. Evin tikirsin ha, evin tikirsin sənin ha. Bir dənə Novruz bayramımız var da, Novruz bayramı nə deməkdir? Yeni deməkdir. Biz ömür boyu, mən gözümü açandan biz Novruz bayramını mən ancaq yataraq keçirmişəm. Mən yatmışam, səhər almışam ki, Novruz bayramıdır. Bir dayandan, biz yatmaq vaxtıdır səndə. Yatmaq vaxtı elə bir, gecəniz xeyrə qalsın. Ay sağ ol. Ged yürü yerə bala. Səhər işin çoxdur. Sən də gəlmə, dur ged yürü yerə. Bayramın mübarək Qasım. Bayramın mübarək 5 artıq hara gedirsən? Papaqları doldurmaq lazımdır. Uşaqlar bizi Mənim gözləyir. nəyimə lazım? Mənim bayramım bugünlük qutardı. Qəmər sən canı gəl bura. Bayramdır Qəmər. Ay Qəmər. Qoy uşaqların hərəsinə bir dənə qoğal. Uşaqlara qoğal. Sonra fındıq. Bu yumurta qoyum. Biri gələr, biri gedər hamamda. Biri gələr. Zeynal, canım üçün hər şey əla, möhtəşəm. Hamama söz yoxdur ha. Əladan da əla, yüksək səviyyədə. Ay Rəğbət, mən səni elə belə yerə gətirərəm. Belə yeri bilmirəm, amma buna bax, dayanmadan bəlkə bir 50-60 dəfə yığıb Qasımdır. Bu nəyə yığır görəsən? Nə deyir o? Mən nə bilim, götürməmişəm baxır, nə bilim nə deyir. Dünən demədi ki, sabah ailəliyicən rayona gəlin, qonağımız olun. Mən dünənlərim ayığı idim axı, mən onu yadda saxlamalıydım. Bilirsən nə var? 10 dəfə yıxsa da cavab vermə. Hara götürəm, kim deyir buradan oraya gedəsən? İstəkçilər hazırdır. Vay 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 vay, ah bu necə bulunmuşdur. Vay 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 vay, bulunmuş deyil bulunmuşdur. Qəmər, Hə. deyirəm, bunlara bax, açmırlar mənim telefonumu. Heç kim anadan olanda pis adam olmur ki. Elədiyin yaxşılıqların müqabilində görürsən ki, sənə pislik eləyirlər. Məcbursan sən də ürəyi daş olmağa. Mənim rəhmətli dədəmin Allah ölənləri rəhmət eləsin. Bir sözü var idi. Deyirdi, adamı əvvəl əsəbləşdirirlər, sonra qıraqdan baxıb gülürlər. İndi mən qələt eləmədim ki, bunları barışdırdım. Elə demə Qasım, sənə yaxşılıq eləmək yaraşır. Özdə elə bil sən yaxşılıq eləyəndə belə üzvə nur gəlir, belə işıqlı olursan. Sən yaxşılığından qalma. Bilirsən Qəmər, adama təsir eləyir də, çox təsir eləyir. Mən balamı bayram süfrəsində oturub yeməyə qoymadım. Getdim bunları barışdırdım. Bunlar da mənim telefonumu açıb. Ay dünya, ay dünya. Fikir vermə Qasım, fikir vermə. Ala biraz sən bellə. Əşi, cəhənnəm olsun Gedək çörəyimizi yeyək. Gedək. Gəl. Qoşuda samavarı qaynadır.